Dostlar, hər vaxtınız xeyir. 3-cü sinif riyaziyyat iş dəftərindən maraqlı bir sualla qarşınızdayım. Bu tipli məsələlər bir çox hallarda, bir çox vəsaitlərdə, sınaqlarda, olimpiada suallarında qarşınıza çıxa bilər. Səbinə birinci qabdan neçə litr su ikinci qaba boşaltsa, qabdakı suyun miqdarı bərabər olur. Bəzən bu torba, yeşik məsələlərində də olur. Eyni qaydadır. Siz bunun üçün bilməlisiniz. Gəlin əvvəlcə birinci və ikinci qabda olan su miqdarını təyin edək. Birinci qabda nə qədərdir? Birinci qabımızda görürük ki, birinci qabımızda 600, 600-dən biraz yuxarıdadır. Biz bilməliyik ki, 100-ün yarısı 50-dirsə, bu da 650 eləyəcək. Gəlin keçək bu birisinə. Bu birisinə baxırıq, görürük ki, bu qabda 200, 250-dir. 250. Aha, mən bunlar arasındakı fərqi tapmalıyam ki, görüm birinci qab, ikinci qabdan nə qədər çoxdur? 400 millilitr. 400 millilitr tez düşünür, cavabı şagird götürür. Xeyr, elə deyil. 400-də ikisinin arasında bərabər şəkildə bölməliyim. 200. Gəlin yoxlayaq. 650-dən 200-ü çıxsam nə edər? 450. Bəs 250-nin üstə 200 gəlsəm, yenə eləyəcək 450. Demək, bir-birinə həqiqətən bərabər etmiş olacaq. Deməli, cavabımız nə olacaq? 200 litr olmuş olacaq.